Salam uşaqlar. Növbəti dərsimiz fe'lin təsriflənməyən formalarıdır. Fe'lin təsriflənməyən formaları təsriflənən formalardan müəyyən cəhətlərə görə fərqlənir. Ümumiyyətlə biz təsriflənməyən və təsriflənən sözünün nə olduğunu əvvəlcə anlayaq. Deməli uşaqlar, təsriflənən və təsriflənməyən nə deməkdir? Təsriflənən. Təsriflənən sözünün mənası dəyişən deməkdir. Təsriflənməyən sözünün mənası isə dəyişməyən mənasını verir. Dəyişmək sözü nəyə əsasən dəyişmək olur? Feillərdə şəxsə, cəmiyyətə, zamana görə dəyişmə. Bu cəhətdən əgər şəxsə, cəmiyyətə və zamana görə dəyişən feillər varsa, yəni zaman şəkilçisi qəbul edirlərsə bunlar, şəxslər üzrə dəyişirsə, eyni zamanda cəmiyyət şəkilçiləri qəbul edirsə, bu halda biz o feillərə təsriflənən feillər deyirik. Məsələn, gəldim şəxsə görə dəyişib, eyni zamanda zaman şəkilçisi də qəbul edib, dıdi zaman şəkilçisidir. Görürsünüzmü, üstündə zaman şəkilçisi də var, şəxs şəkilçisi də var. Demək ki, bu söz feilin təsriflənən formasına aiddir. Bir də təsriflənməyən formalar var. Təsriflənməyən formalarda 3 qrupa bölünür. 3 növü var təsriflənməyən formaların. Məstər, feili sifət və feili bağlama. Feili bağlama. Uşaqlar, məstər, bunların hər birinin özünün xüsusi şəkilçiləri var. Yəni, məstər formasında, feili sifət formasında və yaxud da feili bağlama formasında olan, yəni bunların şəkilçilərini qəbul edən feillər şəxsə, cəmiyyətə və zamana görə dəyişmirlər. İndi məstərdən danışırıq. Məstər həm feilin, həm də ismin xüsusiyyətini daşıyan sözlərə deyilir. Və məstərin özünün həm feilə aid xüsusiyyətləri olur, həm də ismə aid xüsusiyyətləri olur. Yəni, hər ikisindən müəyyən xüsusiyyətləri qəbul edir məstərlər. Məstər şəkilçisi maqmək şəkilçisidir. Yəni, məstər maq üstü 2 şəkilçisi ilə düzəlir. Əgər üzərində maqmək şəkilçisi olan feillər görürsünüzsə, demək ki, həmin feillər məstər formasında işlədilib. Maqmək şəkilçisi qəbul edən feillər, yəni məstər formasında olan feillər, feilin təsdiqində və inkarında ola bilirlər. Yəni, feilə aid xüsusiyyətlərdir bu. Məstərin feilə aid xüsusiyyətlərini qeyd edirik və ismə aid xüsusiyyətlərini. Feilə aid xüsusiyyətləri təsdiqdə və inkarda ola bilməkdir. İnkar. Daha sonra növlər üzrə dəyişməkdir. Bu haqda hələ ki danışmamışıq sizinlə. Yəni, növ şəkilçisi qəbul edən feillərimiz də var. Feillərin növləri var. Qrammatik məna növlər deyirik. Və məstər formasında olan təkcə məstərdə deyil, feili sifət və feili bağlama da bura daxildir. Eyni zamanda təsriflənən feillər də bura daxildir. Ümumiyyətlə, bütün feillər istər təsriflənən olsun, istər təsriflənməyən olsun. Həm təsdiqdə və inkarda işlənə bilirlər, həm növlərdə işlənə bilirlər. Eyni zamanda təsirli və təsirsiz olma xüsusiyyəti də var. Bu hələ ki proqramdan çıxarılıb. Əvvəllər bunu istifadə eləyirdik biz, təsirli və təsirsiz olmanı. Amma mən bunu da sizə qeyd edəcəm. Yəni, təsirli və təsirsiz olma da daxildir. Bütün feillərdə var bu. Təsdiq və inkarda olmaq, növ bildirmək, eyni zamanda təsirli və təsirsiz olmaq. İsmə aid xüsusiyyətləri də var məstərlərin. İsmə aid xüsusiyyətlərindən biri mənsubiyyət şəkilçisi qəbul etməsidir. Mənsubiyyət. Eyni zamanda hallanma xüsusiyyəti də var. Eyni zamanda isimlər necə ki ad bildirirlər, feillərin də ad formasında olması, yəni çünki lüğətlərdə feillər məstər formasında verirlər. Bu da onun ad formasında olmasını bildirir. Ad bildirmə xüsusiyyəti. Yəni feilin adlandırılması məstərin ismə aid xüsusiyyətidir.
İndi maqmək şəkilçili sözlərdən hər hansısa birini uyğunlaşdıraq bu xüsusiyyətlərə əsasən və tətbiqlə öyrənək. Demək ki, məsələn, yazmaq sözü maqmək şəkilçisi var üstündə. Yazmaq sözünün üzərində maqmək şəkilçisi olanda biz onu məstər formasını deyirik. Yazmaq, yazmamaq. Təsdiqdə və inkarda işlədə bilirəm. Eyni zamanda yazmaq sözü feilin məlum növündə işlədilmişdir və yaxud da fərqli məna növlərində də işlədilə bilər. Təsirli və təsirsiz olmaq cəhətdən də yazmaq, nəyi yazmaq, özündən sonra təsirli halda işlənən söz istədiyinə görə biz buna təsirli feil deyirik. Təsirli feil formasında işlədilib. Mənim yazmağım mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, yazmaqdan çəkinmən, görürsünüzmü? Dandan şəkilçisi qəbul etdi. Demək ki, hallanmaq xüsusiyyəti də var. Bir də lüğətlərdə yaz feilini yazmaq formasında verirlər. Bu da onun ad bildirmə xüsusiyyətinə aiddir. Yəni, məstərlər maqmək şəkilçisi ilə düzəlir. Həm feilə, həm də ismə aid müxtəlif xüsusiyyətləri qəbul edirlər. Gəldik feili sifətə. Feili sifət, sifətin və feilin xüsusiyyətlərini qəbul edən, feilin təsriflənməyən formasıdır. Feili sifət, sifətin suallarına cavab verir. Necə, nə cür suallarına cavab verir. Eyni zamanda əlamətlə bağlı, yəni suala cavab vermə xüsusiyyəti əlamətlə bağlı olsa belə, biz onlara həm də feilin xüsusiyyətlərini daşıya bilən, yəni maqmək şəkilçisini istifadə edəcəyimiz suallar da verə bilərik. Yəni, yazmaq, oxumaq mənasında nə etmək? Bu tipli sualları vermək olur. Yəni, nə demək istəyirəm? Həm feilin suallarını verə bilirik bu feil sifətlərə, həm də sifətin suallarını verə bilirik. Hər ikisini verə bilərik. Feili sifət özünə məxsus xüsusi şəkilçilərlə düzəlir. Bunlar oldu anən şəkilçisi, məsələn, daha sonra malı-məli şəkilçisi, acaq şəkilçisi, mış şəkilçisi, ası şəkilçisi. Demək ki, uşaqlar, asıdır bu, anənə oxşadı biraz. Ası, əsi, iki variantlı şəkilçidir. Demək ki, bu şəkilçilərin hər biri, biz axı dedik, feili sifətlər şəxsə, kəmiyyətə və zamana görə dəyişmirlər. Ümumiyyətlə, feilin təsriflənməyən formalarının hər biri şəxsə, kəmiyyətə və zamana görə dəyişmirlər. Burada mış və acaq şəkilçilərini görürsünüz və bu şəkilçilər təbii ki, zaman şəkilçilərinə bənzəyir. Zaman şəkilçisinə oxşuyurlar. Amma bu şəkilçiləri qəbul edən söz zaman şəkilçisi, yəni zaman məzmunu bildirməyəcək. Ona biz necə sualını verə biləcəyik. Əgər eyni zamanda necə sualını verə bilirsinizsə həmin sözə, o halda biz onu feil sifət kimi götürəcəyik. Yəni, təsriflənən feil kimi, zaman şəkilçisi kimi götürməyəcəyik. Çünki zaman şəkilçisi kimi işlənsə bu, ancaq feilin sualına cavab verməlidir. Bilmirəm, tam şəkildə fikrim sizə aydın oldu, yoxsa yox. Bax, yenə də təkrar edirəm. Əgər acaq şəkilçisini və yaxud da mış şəkilçisini qəbul edən söz necə sualına cavab verəcəksə, o halda biz ona deyəcəyik ki, feili sifətdir. Yox, necə sualına cavab vermir, ancaq feilin sualına cavab verəcəksə, bu halda biz ona deyəcəyik ki, bu söz zaman şəkilçisi qəbul edib və bunun üstündəki acaq şəkilçisi, mış şəkilçisi zaman şəkilçisidir. Məsələn, tutaq ki, deyirəm ki, yazılacaq əsər, yazılacaq əsər. Hansı əsər? Yazılacaq əsər. Görürsünüz, hansı sualına cavab verirəm? Necə əsər? Yazılacaq əsər. Sifətin sualına cavab verir. Eyni zamanda təbii ki, feilin də sualına cavab verər. Nə edilməli əsər? Yazılmalı, yazılacaq əsər. Nə ediləcək əsər? Yazılacaq əsər. Bax, bu cür də işlədə bilir. Amma eyni zamanda həm də sifətin sualına cavab verir. Yəni, hər iki halda, əgər ikisinin də sualına cavab verirsə, buna biz feili sifət deyirik. Feili sifət. Bir də deyirəm ki, əsər yazılacaq. Yazılacaq. Əsər hansı deyə bilmirəm axı. Burada hansı sualını verə bilmirəm və yaxud da necə deyə bilmirəm. Ona görə bu sözə artıq mən deyəcəm ki, bunun üstündə feili sifətin şəkilçisi deyil bu şəkilçi feilin zaman şəkilçisidir.
zaman. Digərlərində, məsələn, anen şəkilçisi. Anen şəkilçisi qəbul edən sözlərdə fe'li sifətin şəkilçisi, fe'li sifətdirlər təbii ki. Məsələn, gələn uşaq, gələn uşaq. Daha sonra malı məli şəkilçisi də var. Necə uşaq, gələn uşaq. Malı məli şəkilçisi, məsələn, oxunmalı məqalə. Necə məqalə, oxunmalı məqalə. Acaq-əcəyə onsuz da nümunə yazmışam. Mış-mişə də yazıram. Tutaq ki, tutulmuş, tutulmuş, məhbus. Necə məhbus, tutulmuş məhbus. Bu, məsələn, bu cür işlədə bilərik. Daha sonra ahsa-əsi şəkilçisini deyirəm. Yeyiləsi, yeyiləsi, yemək. Necə yemək? Yeyiləsi yemək. Baxın, hər birində necə sualına cavab verir. Necə sualına cavab verdiyinə görə də biz bunların hər birinə deyəcəyik ki, bu şəkilçilər fe'li sifətin şəkilçiləridir. Və yadınızda qalsın ki, məstərdir, fe'li sifətdir, fe'li bağlamadır. Bunların hər birinin şəkilçisi qrammatik şəkilçidir, leksik şəkilçi deyil. Fe'llərdə zamandır, daha sonra şəxs sonluqlarıdır, təsriflənməyən fe'llərin şəkilçiləridir. İnkar şəkilçisidir. Bunların hər biri qrammatik şəkilçilərdir. Eyni zamanda daxildir bura şəkillərin şəkilçisidir. Hələ ki şəkilləri keçməmişik deyə ola bilər ki, sizə qaranlıq qalsın, keçdikdə daha aydın olacaq sizə. Fe'llərdə ancaq növ şəkilçiləri leksik şəkilçilərdir. Növləri də keçəndə nəyə görə biz onları leksik şəkilçi götürürük? Onu da sizə izah eləyəcəm. Bir də uşaqlar, fe'li sifətdə belə bir xüsusiyyət var. Dedik ki, biz təsriflənməyən formalar zamana görə dəyişmirlər, düzdürmü? Amma fe'li sifət özü də zamana görə dəyişməsə belə, məzmununda biraz zaman anlayışı olur. Yəni, zamana görə dəyişmir ha, məzmununda zaman anlayışı var sadəcə. Bu nə deməkdir? Məsələn, şəkilçilərin hər biri zaman üzrə, məsələn, hər biri müxtəlif zaman anlayışı verə bilir. Amma özü zamana görə dəyişmir. Xeyr, deyəcəksiniz ki, fe'li sifət ümumiyyətlə zamana görə dəyişmir, amma məzmununda zaman anlayışı var. Bunu necə izah edeyim sizə? Məsələn, gələn sözü, gələn uşaq, anen şəkilçisi qəbul edən söz indiki zaman məzmunu verir. Gələn uşaq hal-hazırda gəlir. Hal-hazırda gəlir. Bu indiki zaman məzmunu verir. İndiki zaman məzmunu. Bu, bilirsiniz nəyə bənzəyir bu? Məsələn, biz əgər fe'lin üstündə zaman şəkilçisini görmürsə, məsələn, gələn sözün üstündə zaman şəkilçisi var, yoxdur. Burada ancaq fe'li sifətin şəkilçisi var, düzdür? Əgər fe'lin üstündə zaman şəkilçisi yoxdursa, o sözü biz deyə bilmərik ki, bu söz zaman şəkilçisi, zaman müxtəlif hansısa bir zamandadır. Məsələn, indiki zaman şəkilçisini görmədiyim halda mən buna deyə bilmərəm ki, bu indiki zamandadır. Sadəcə olaraq məzmunu indiki zamanda baş verən, hal-hazırda baş verən hərəkəti bildirir. Ona görə biz deyirik ki, məzmununda zaman anlayışı var. Yəni, zamana görə dəyişməklə məzmununda zaman anlayışı olmaq ayrı-ayrı şeylərdir. Məsələn, anen şəkilçisi ilə düzələn fe'li sifətlər indiki zaman anlayışı bildirirlər. Gələn uşaq, hal-hazırda gələn. Malı məli şəkilçisi, oxunmalı məqalə, hələ gələcəkdə oxunacaq. Hələ oxunmayıb ki, gələcəkdə oxunacaq. Ona görə buna deyirik ki, gələcək zaman anlayışı var. Gələcək. Tutulmuş məhbus, bu artıq tutulub. Bu keçmişdə baş verib. Buna keçmiş deyəcəyik. Yeyiləsi yemək, hələ gələcəkdə yeyiləcək. Ona görə də bunu gələcək anlayışı deyirik. Daha sonra ahsa-əsi şəkilçisi var. Ahsa-əsi şəkilçisini yazdı. Acaq-əcək şəkilçisi. Acaq-əcək şəkilçisi də gələcək zaman anlayışı bildirir. Gələcək zaman məzmunu verir. Bu da gələcəkdir. Bu qədər. Fe'li sifət də çox rahat mövzudur. Fe'li sifətin də həm fe'lə aid, həm də sifətə aid oxşar xüsusiyyətləri var. Bu nədir? Ümumiyyətlə, uşaqlar, fe'lin dedik ki, məstərdə hansı xüsusiyyətləri varsa, məstərin fe'lə aid hansı xüsusiyyətləri varsa, fe'li sifətində ona aid xüsusiyyətləri var. Yəni, təsdiq və inkarda ola bilir. Yazılacaq əsər, yazılmayacaq əsər. Bu cür. Daha sonra növ anlayışı var. Hər ikisində növ olur. Daha sonra təsirli və təsirsiz olma xüsusiyyəti. Yəni, bu hər üç təsriflənməyən formanın üçünə də aiddir. Fe'ldən götürdükləri xüsusiyyətləri hər üçündə eynidir.
Sifətə aid xüsusiyyətləri nədir? Sifətə aid xüsusiyyətləri isə dedik ki, sifətin suallarına cavab verir. Necə, nə cür, hansı suallarından birinə cavab verəcək? Fe'li sifətlər. Daha sonra əlamət məzmunu ifadə eləyirlər. Gələn uşaq, hansı uşaq, gələn uşaq. Təbii ki, əgər hansı sualına cavab versə, demək ki, onun əlamət xüsusiyyəti var üstündə. Eyni zamanda fe'li sifətlərin özləri də, görürsünüzmü? Sifət kimi ismin qarşısında işlənir. Yəni, ismin əlamətini bildirir. İsmin əlamətini bildirdiyinə görə də buna da biz fe'li sifət deyirik. Yəni, ismə aid olduğuna görə. İsimdən sifətdən ortaq cəhətləridir bu. Keçirik fe'li bağlamaya. Fe'li bağlama. Uşaqlar, fe'li bağlamada fe'il və zərfin xüsusiyyətlərini daşıyır. Fe'il və zərfin xüsusiyyətlərini daşıyır. Fe'ilin xüsusiyyətləri məsdər və fe'li sifətdə olduğu kimi, hansı ki, onlarda hansı xüsusiyyətləri almışdılarsa fe'ildən, fe'li bağlamada fe'ildən həmin xüsusiyyətləri alıb. Fe'li bağlamanın zərfə aid xüsusiyyətləri hansılardır? Zərfə aid xüsusiyyətləri tərz bildirməkdir. Tərz. Və zaman məzmunu bildirməkdir. Bir də miqdar, qismən miqdar anlayışı bildirə bilir. Yəni, bu üç xüsusiyyəti, tərz, zaman və miqdar bildirmə xüsusiyyətini fe'li bağlama zərfdən alıb. Yəni, zərfin xüsusiyyətlərindən onda da var. Bu xüsusiyyətlərdən onda da var. Məsələn, fe'li bağlamanın şəkilçilərinə aid nümunələr yazaq. Məsələn, madan şəkilçisi var onun. Madan mədən şəkilçisi. Məsələn, araq şəkilçisi. Ma inkarlıq şəkilçisi. Üstəgəl. Mış üstü 4 şəkilçisi. Bunlar da ikisi bir yerdə işlənirlər. Yəni, ayrılıqda işlənmirlər. Məsələn, ar-maz şəkilçisi və ər-məz formasında işlənir. Daha sonra anda şəkilçisi var. Anda, əndə. Daha sonra arçən, ərçən şəkilçisi var. Daha sonra A şəkilçisi var. A üstə 2, A üstə 2 şəkilçisi var. Təkrarlanan sözlər artırılır. Gəlin bunlara aid nümunə yazaq və hər birindəınca şəkilçisi də var.Incanı da yazaq, miqdar məzmunu verir. Inca, incə, unca, uncə şəkilçisi. 4 variantlı şəkilçidir. İndi bunlara aid nümunələr yazaq. Məsələn, uşaqlar, oxumadan getdi. Oxumadan getdi. Necə getdi? Nə tərzdə getdi? Oxumadan getdi. Bax, bu söz, oxu sözün kökü, madan şəkilçisi işlənib. Bu fe'li bağlamanın şəkilçisidir. Necə getdi? Nə tərzdə getdi? Görürsünüzmü? Tərz anlayışı bildirir. Amma madan şəkilçisi fe'li bağlamanın şəkilçisi olduğuna görə biz bunu fe'li bağlama deyəcəyik. Madan şəkilçisi zərfin şəkilçisi deyil. Tərz bildirsə belə, təbii ki, fe'li bağlama özü də heç onu demədim qabaqda, yadımdan çıxdı. Zərfin xüsusiyyətlərini daşıdığına görə zərfin suallarına cavab verir. Hansı xüsusiyyətini daşıyırsa zərfin, həmin xüsusiyyətinin suallarına cavab verir. Məsələn, tərz bildirdi, tərz hərəkət zərflərinin sualına cavab verir. Zaman bildirdi, zaman zərflərinin sualına cavab verir. Miqdar bildirdi, miqdar zərflərinin sualına cavab verir. Oxumadan getdi. Nə tərzdə getdi? Oxumadan getdi. Məsələn, yazaraq öyrənirəm. Yazaraq öyrənirəm. Və yaxud da öyrən. Necə öyrən? Nə tərzdə öyrən? Yazaraq öyrən. Yenə də tərz hərəkət zərfidir. Tərz məzmunu verən fe'li bağlamada üzr istəyirəm. Ma inkarlıq şəkilçisi və mış. Məsələn, deyirəm ki, tutaq ki, gəlməmiş, danışma. Nə zaman danışma? Gəlməmiş. Bu artıq zaman məzmunu verdi. Daha sonra ar-maz. Məsələn, deyirəm ki, evə çatar-çatmaz. Bu da çatar-çatmaz.
Çatar çatmaz yatdı. Nə zaman? Çatar çatmaz. Arla maz, bir də AA şəkilçisi var burada. Bunlar ikisi də mürəkkəb sözlərin üzərinə artırılır. Çatar çatmaz yatdı. Nə zaman yatdı? Zaman məzmunu verir. Daha sonra anda tutaq ki, gələndə görüşək. Nə zaman görüşək? Gələndə zaman məzmunu verir. Daha sonra arkən, tutaq ki, yatarkən danışır. Nə zaman danışır? Yatarkən zaman məzmunu verir. Tutaq ki, oxuya öyrənir. Nə tərzdə öyrənir? Oxuya. Uşaqlar, AA şəkilçisini əgər biz sözün üzərindən ayıra biliriksə, bu halda biz ona AA şəkilçisi, yəni tərkibində AA şəkilçisi olan sözləri tərzi hərəkət məzmunu verən, tərz məzmunu verən feili bağlamalara aid eləyəcək. Yəni feili bağlama kimi götürəcək. Əgər təkrarlanan sözlərin üstündə AA şəkilçisi varsa, parçalaya biliriksə o şəkilçini biz oradan. Bu halda biz bunlara deyəcəyik ki, feili bağlamadılar və üstündə AA şəkilçisi var. Təkrarlanmaq buna aiddir. Eyni zamanda ınca şəkilçisi də var. Məsələn, filan kəs doyunca yedi. Nə qədər yedi? Doyunca yedi. Bu da miqdar məzmunu verən feili bağlamadır. Feili bağlamanın zərfə aid hansı xüsusiyyətləri var, feilə aid hansı xüsusiyyətləri var, onları da danışdıq, sualları haqqında da məlumat verdik. Uşaqlar, təsriflənməyən formalar haqqında dərsimiz bu qədər. Əslində təsriflənməyən formalar çox rahatdır. Sadəcə olaraq əsas bizim üstümüzə düşən vəzifə nədir? Bunların şəkilçilərini yaxşı öyrənmək. Şəkilçiləri yaxşı öyrənsəz, təsriflənməyən feilləri necə deyim, ayırmaqda çətinlik çəkməyəcəksiniz. Bir də yadınızda qalsın, sifətlə feili sifəti çox qarışdırır uşaqlar. Sifətlə feili sifət ən yaxşı fərqləndirmə üsulu odur ki, feili sifət həm də feilin sualına cavab verə bilir cümlənin içərisində. Həm də feilin sualına cavab verə bilir. Amma sifət heç vaxt feilin sualına cavab verə bilmir. Ancaq sifətin suallarına cavab verir. Bu cəhətdən onları fərqləndirə bilərsiniz. Məsələn, tutaq ki, deyirəm ki, yazılmış əsər. Bir də deyirəm ki, yazıdakı əsər. Bax, yazılmış əsərlə yazıdakı əsər, biri feildən kökü feil olan sifətdir. Biri də ki, yazılmış əsər ümumiyyətlə feil sifətdir. Bax, yazılmış əsəri sual verək. Hansı əsər? Eyni zamanda yazıdakı əsər, hansı əsər? Hər ikisinə hansı sualını verə bilirik. Bir də feilin suallarını yoxlayaq. Yazılmış əsər, nə edilmiş əsər? Yazılmış əsər, düzdür? İstifadə eləyə bilirəm. Yazıdakı əsər, nə edilmişdəki əsər? Yazılmış əsər. Bu cür deyə bilərəmmi ki, mən buna? Xeyr, deyə bilmirəm. Təbii ki, feilin sualını verə bilmirəm. Feilin sualını verə bilmədimsə, demək ki, bu özü birbaşa sifətdir. Amma feilin sualını verə bildiyim söz isə feili sifətdir. Yəni, bu cür fərqləndirə bilərsiniz. Əslində, çox rahatdır. Bugünkü dərsimiz bu qədər. Yəni, burada ətraflı danışmağa elə də böyük bir mövzu yoxdur. Sadəcə olaraq yenə də deyirəm, feili sifətin, feili bağlamanın və məslərin əsas şəkilçilərini bilmək lazımdır. Şəkilçiləri bildikdən sonra onları çox rahatlıqla cümlənin içərisində, sözlərin içərisində fərqləndirə bilirik digər nitq hissələrindən. Sağ olun, hələlik.